Salam, Gənc Söz podkastına xoş gəlmisiniz. Mən Xədicə İbrahimovayım və bugünkü mövzumuz çox maraqlıdır. Çünki biz bugün bir çox gəncin arzusu olan xarici təhsil haqqında danışacağıq. Xarici təhsil almaq üçün ingilis dili biliyimiz hansı səviyyədə olmalıdır və hansı imtahanlar verməliyik? Xaricdə təhsil almaq üçün ingilis dili biliyimiz B2, C1 səviyyəsində olmalıdır və ingilis dili biliyimizi təsdiqləyən TOEFL, IELTS və ya Duolingo imtahanlarından birini verməliyik. Bu imtahanların hər biri 4 mərhələdən ibarətdir. Reading, writing, speaking və listening. Yəni sizin həm oxuma, dinləmə, yazma və danışıq bacarıqlarınızı yoxlayır. TOEFL imtahanı adətən Amerika, Kanada və Türkiyə universitetləri qəbul edir. Maksimum bal 120-dir və bir çox universitetlər 80-100 bal arası tələb edir. IELTS imtahan nəticələrini Amerika, Böyük Britaniya və Avropa ölkələri qəbul edir. Maksimum bal 9-dur və bir çox universitet üçün keçid balı minimal 6.5-dir. Duolingo imtahanı o biri imtahanlarına fərqli olaraq ancaq onlayn keçirilir. Yəni sizə sadəcə kamera və kompüter lazımdır və cəmi 1 saat olur. Ancaq Duolingo imtahanını hər bir universitet götürmür. Ona görə universitet və ölkə seçdikdən sonra universitetin öz saytından tələb olunan imtahanları araşdıra bilərsiniz. Dil biliyinizi təsdiqləyən imtahanlardan əlavə olaraq siz ya SAT və ya YÖS imtahanı verməlisiniz. Bu sizin seçdiyiniz ölkədən asılıdır. YÖS imtahanı Türkiyə üçündür. Əgər Türkiyə qəbul olmaq istəyirsinizsə, YÖS imtahanı verməyiniz tövsiyə olunur. YÖS imtahanı riyaziyyat, məntiq və həndəsə suallarından ibarətdir. Həmçinin Azərbaycan Türk Universitetinə YÖS nəticəsi ilə qəbul olmaq mümkündür. SAT imtahan nəticəsi ilə siz Amerika, Avropa, Türkiyə, hətta Azərbaycandakı ADD Universitetinə qəbul ola bilərsiniz. Ümumi bal 1600-dür və 2 hissədən ibarətdir. SAT Verbal, yəni akademik ingilis dili və SAT Math, ingilis dilində riyaziyyat suallarından ibarətdir. Hər hissə 800 bal verir, ümumilikdə 1600 baldır. Təqaüdlər və maliyyə dəstəyi. Təbii ki, xarici təhsil almaq maddi olaraq çətin ola bilər. Ancaq bunun üçün bir çox təqaüdlər var, dövlət təqaüdləri var. Amerika üçün Fulbright təqaüdü var, Türkiyə üçün Türkiyə bursları var. Həmçinin fondlar da var. Məsələn, Almaniya üçün DAAD fondu var, Erasmus var. O yüzden siz bunlara müraciət etməyiniz tövsiyə olunur. Ancaq bunlar da imtahan formasında keçirilir. Sizi müsabiqəyə çağırırlar və müsabiqədən keçmək üçün yalnız imtahan nəticəsiniz yetərli olmaya bilər. Sizin həmçinin sosial fəaliyyətləriniz olmalıdır. Sizin idmanda və musiqidə nailiyyətlər qazanmağınız, olimpiyadalarda yer tutmağınız, könüllü proqramlarında iştirak etməyiniz, proyektlər qurmağınız önəmli ola bilər. Ümid edirəm ki, bu videoda bir çox gəncin beynindəki olan suallara aydınlıq gətirdim. Gələn videoda görüşənədək.